Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Dəstəkdən faydalanmaq, yararlanmaq üçün isə mənə özeldən yaza bilərsiniz. Və yaxud da bu videonun getdiyi kanalda daxil olub, oradan əlaqə vasitəsini əldə edə bilərsiniz. Deməli, mən sizin üçün rahat düzələ bilinən işlərin siyahısını təqdim etmək istəyirəm. Ən sonuncu işlərdən bəhs etmək istəyirəm. Sonuncu iş elanlarından bəhs etmək istəyirəm. Hansı ki, o işlərdə sizdən çoxlu şey tələb eləmirlər. Az şərt qoyublar qarşınıza. Yəni, o işi qəbul olmaq üçün çox şərt qoymayıblar. Normalda bu işlər elə işlərdir ki, orta səviyyəli işlərdir. Əksəriyyəti. Və bu işlər başqa şirkətlərdə bu işlərə düzəlmək daha çox şərt tələb edir. Amma məhz mənim bugün sizə bildirəcəyim Allah qoysa ki, şirkətlərdəki bu işlər sizdən çox şey tələb eləmir nisbətən. Və bunun da nəticəsində bu da deməkdir ki, sizin həmin o işə düzəlmə ehtimalınız digər şirkətlərdəki həmin o işə görə nisbətdə daha asandır. Və bunların arasında bəzən elə işlər olur ki, heç nə tələb eləmir demək olar. Amma orta səviyyəli bir işdir. Yəni, belə məqamlar da var. Ona görə də mən sizin üçün həmin işləri seçib təqdim edirəm bu videoda. Ona görə də videonu bəyənməyi unutmayın. Gəlin başlayaq. Baxın, onlardan biri yoldaşlar çağrı mərkəzində operator işidir. Bu sizdən rus dilini əla bilməyi, bir də Excel-i yaxşı bilməyi tələb edir. Bir də ali təhsil olmağı tələb edir. Başqa hər hansı bir ciddi bir şey tələb eləmir. Demir ki, filan proqramlarda bilin və yaxud da filan qədər təcrübəniz olsun. Demir. Bu misal üçün haradadır? Yəni şirkətin adını dediyimizsə, bu xalq sığortadadır. Sonra regionlarda gedən layihələrdə iş var yoldaşlar. North Face şirkətində iş nədir? Yanacaq doldurma məntəqəsi üzrə nəzarətçi işidir yoldaşlar. Bu sizdən demək olar yeganə bir tələb budur ki, ofis proqramlarında sərbəst işləmə bacarığınız olmalıdır. Digərləri misal üçün şəxsi keyfiyyətlərə aiddir. Məsuliyyətli olmalısınız, stresi davamlı olmalısınız, liderlik keyfiyyətlərinə malik olmalısınız. Bu da başqa bir işdir. Sonra reception işi var Centric oteldə. Bu sizdən sadəcə demək olar heç nə tələb eləmir, fərq eləmir cinsiniz. Deyir ki, Azərbaycan, rus və ingilis dilini bilirsənsə və məsuliyyətlisənsə, gülərlisənsə, bizə müraciət edə bilərsən. 500 manat verir, üstəgəldə bonuslar verir. Sonra reception işi Salon Mazeretti'də var, Grand Automotive şirkətində. Bu da sizdən 6 günlük işdir, 800-850 manat pul verir. Ofis proqramlarını istəyir bilmənizi və rus dilini bilmənizi istəyir. Başqa ciddi şərti yoxdur. Sonra daha doğrusu Azərbaycan Dəmir Yollarında sərnişin vaqonunun bələdçisi işi var yoldaşlar. Bu sizdən tələb edir, heç olmasa orta səviyyədə təhsiliniz olsun. İş təcrübəsi tələb eləmir, xarici dil bilgi demir, vacibdir. Sadəcə, belə deyim də, şəxsi keyfiyyətlərə fokus olur. Müştəri yönümlü olun, nəticə yönümlü olun, mütəmadiyyəc əməklərə hazır olun, diqqətli olun. Belə bir işdir. Bu da dəmir yolundaydır, Azərbaycan dəmir yolunda. Sonra, özgüvən firmasında sədəli ticarət mərkəzində mağaz üzrə işçiyə ehtiyac var. Minimum əmək haqqı 850 manatdır. Bu sizdən bəy olmağı tələb edir, 18-30 yaşlı şəxs olmağı tələb edir. Ofis proqramlarında orta səviyyədə işləmə bacarığı tələb edir. Yəni, olmasa da olar. Yəni, olsa, belə deyim də, rəqabətçil olursunuz. Bir də satış bacarığı tələb edir. Bu sizdən nə tələb elədi? Bir dənə dedi ki, satış bacarığı varsa, belə bir iş var. Sonra reception işi var Lovely Dent'də, stomatoloji klinikadır. 20-35 yaşlı şəxslər üçündür, rus dilli hanımlar üçündür. Heç nə tələb eləmirsiniz. Rus dilli olun, xoş görünümünüz olsun və orta təhsilli olun ən azı və kompüter bilginiz olsun orta səviyyədə. Vəssalam. Bundan əvvəl agronom köməkçisi işi var yoldaşlar Green Tech-də, işçil yerləşdirməsi işidir. Bu da binədədir, ofis proqramı tələb edir, fikir versinizsə bu da. İş təcrübəsi tələb eləmir sizdən. Ali təhsilli olmanızı tələb edir sizdən. Daha sonra, bunlar qeyd edim ki, son elanlardır yoldaşlar. Ən sonuncu, belə deyim, az şərtli iş elanlarının siyahısıdır bu. Ən yeni.
Çamaşırxana işçisinə ehtiyac var Mars şirkətində yoldaşlar. 18-60 yaşlı şəxslər üçündür. Şuxovda yerləşən bir otelə lazımdır. 500 manat da pul verirlər. Təcrübəsiz namizədlərə də təlim keçirirlər. Baxın, belə bir iş də var. Sonra usta köməkçisi var interyer dizayn şirkətində. Bu da 500 manat verir. Mebel fabrikində çalışmaq üçün ustaya köməkçisi axtarırlar. Əhmədli qəsəbəsindədir. Fiziki iş qabiliyyətiniz varsa, baxın, bir sənət də öyrənmiş ola bilərsiniz, fürsətdir. Qeydiyyatçı iş vardı, o artıq tutulub yoldaşlar. Başqa bir yerdə də ütücü və ya ütücü yardımçısı işi var Şaxlandürdə. Bu da 21-55 yaşlı şəxslər üçündür. Gecə və gündüz növbəsinə lazımdır. Gecə növbəsi saat 8-dən 8-ə qədərdir. 500 manatdır, üstə qədər premiya var. Xatay metrosu tərəfdədir. Baxın, bu da heç nə. Daxil olan sifarişlərə ütüləmə, qatlama, paketləmə işi yerinə yetirməlisiniz. Yəni, belə bir işdir. İri həcmli sifarişlərin ütülənməsi üçün də avadanlıqları var və avadanlığın da iş prinsipi öyrədir, yəni narahat olmayın. Sonra canlı yayım satış meneceri işi var yoldaşlar, xanımlar üçündür. 600 manatdır, Aynə Sultanovadadır. Ev tikinti mağazasında canlı açmaq üçün lazımdır yoldaşlar. İşiniz ancaq TikTokda canlı yayım açmaqdır. Saat 10-dan 7-yə qədərdir. 600 manatda fiks maaş verirlər və canlıdan gətirdiyiniz müştərilərə görə də faiz qazanırsınız. Bundan əlavə sehirbaz asistent işi var yoldaşlar. Günlüyü 100 manatdır. Bəli, günlüyü 100 manatdır. Bu kimi tələb eləyir? Səhnəyə çıxa biləcək arıq xanım olmağınızı tələb eləyir. Və hər iş günü daha doğrusu 100 manatda maaş alırsınız. Sehirbaza asistentlik edirsiniz. Rayonlara da bunların işi olarsa, orada gedə bilən bir xanım olmalısınız. Bundan əvvəl fəhlə və usta işi var yoldaşlar. Daha doğrusu Comfort Plus-da 700 manatlıq bir işdir yoldaşlar. Bu istehsalat fəhləsi işidir. Yardımçı işlər üzrədir bu. Təcrübə vacib deyil sizə, işi öyrədirlər yoldaşlar. Yataq məhsullarının istehsalı üzrə lazımdır bu fəhlə işi. Baxın, belə bir sənət də öyrənə bilərsiniz. Orada görüb götürüb artıq inkişaf elətdirə bilərsiniz özünüzdə bacarıqları. Sonra OnWay-də operator işi var yoldaşlar, təcrübəsiz işidir. Bu 20 yaşdan yuxarı şəxslər üçündür. Office proqramlarını bilməlisiniz. Əməkçisi var, üstəgəl mükafatı var. Ciddi bir şey tələb eləmir. 20 yaşdan yuxarı olan bir şəxs olun, orta təhsiliniz olsun, ofis proqramları bilin. Sonra xalça yuma şirkətində işçiyə ehtiyac var yoldaşlar. Bu 166 xalça yuma şirkətindədir. 750-800 manatlıq bir işdir. 18-45 yaşlı şəxslər üçündür. Xırdalandadır bu iş yoldaşlar. Bu işin də şərti azdır. Sonra avtomobillərin nəzarətçi işi var Səfəl taksi şirkətində 600-700 manatlıq bir işdir. İşinizdə məsuliyyətlisinizsə, tələbkar bir bəysinizsə, bu işə müraciət edə bilərsiniz. 22-30 yaşlı şəxslər üçündür. Sonra müdir asistent işi var 700-800 manatlıq Texnosoft şirkətində 25-35 yaşlı şəxslər üçündür yoldaşlar. Demək olar, heç nə tələb eləmir sizdən. Səlis faydının nitqiniz olmalıdır. Məsuliyyətli və təşəbbüskar yanaşmanız olmalıdır. Bundan əvvəl ofis meneceri işi var yoldaşlar. CP qrupda 1400 manata qədər qazanc əldə edə bilirsiniz. Xanım və bəylər üçündür. Öyrənmək və öyrətmək bacarığınız olmalıdır. Komandada işləmə və idarə etmə qabiliyyətiniz olmalıdır. 20-45 yaşlı şəxslər üçün idi. Sonra kiçik arxivçiyə ehtiyac var Konto.com-da yoldaşlar. Bu da iş yeri müvəqqətidir. Ali təhsilli şəxslər üçündür və müvafiq sadə təcrübəniz olmasa da olar, amma arzu olunandır olsun. Əsas məsələ nədir yoldaşlar? Ofis proqramının təminatı üzrə heç olmasa orta səviyyədə işləmə bacarığınız olsun. 500 manatlıq bir işdir. Bundan əlavə başqa işlər də var. Başqa işləri də mən sizə siyahısını təqdim edirəm. Qeyd etdiyim kimi, bu işlərə müraciət etmək üçün özəl dəstək də lazımdırsa sizə, bu videonun paylaşıldığı profilə girib mənim əlaqə vasitəmi tapa bilərsiniz. Operator işi var yoldaşlar, 600 manatlıq bir işdir. Bir dəqiqə. Bu sizdən ciddi bir şey tələb eləmir. Deyək ki, rus dilində sərbəst danışan xanımsınızsa, bizə müraciət edə bilərsiniz, belə deyim. İş saat saat 12-dən 8-ə qədərdir. Yaşlı metrosu tərəfdə olmalıdır bu iş. Sonra çörəkçi işi var yoldaşlar. Bu sizdən nə tələb eləyir? Bu 600 manat verir. Xətər metrosu tərəfdə olmalıdır bu iş yoldaşlar.
Maaş da artandır. Gecə növbəsinə lazımdır, çörək sexinə. Bax, belə bir işdir. Təcrübə də tələb eləməməlidir sizdən. Tələb eləsə də çox kiçik bir, yəni qısa müddətdir. Orta səviyyəli bir insansınızsa, bu işə müraciət edə bilərsiniz. Sonra bağban işi bu yoldaşlar 300 manatlıq, həftədə 3 dəfə olan bir bağban işidir. İş saatları qeyri-sabitdir. Yaş həddi 25-45 yaşlı şəxslər üçündür. Qeyd edim ki, bir daha həftədə 3 dəfə olan bir işdir. Baxın, belə bir iş var. Sonra xilas edici işi var yoldaşlar. Bu Sibrisdədir. 750 manatlıq işdir. Sizdən peşəkar səviyyədə üzmə bacarığı tələb eləyir. Baxın, belə bir işlər də var, az şərtli işlər. Sonra ambar işçisi Zeytun Farmada var 800 manatlıq. Rus dilini sərbəst oxuma qabiliyyətiniz varsa, 22-40 yaşlı şəxsinizsə, baxın, bu işə müraciət edə bilərsiniz. Kompüterdən də istifadə bacarığınız varsa. Bundan əlavə, işlər kifayət qədər çoxdur. Mən sizin üçün bir dəqiqə, təxminən 45-ə yaxın iş var ki, bunlar ən sonuncu işlərdir yoldaşlar. Hələ bu ay üçün olanlar deyil, bu sırf. Bu ay üçün digərləri də olsun. Hələ bu son, ən sonuncuları mən sizə bildirirəm burada hal-hazırda. Dediyim kimi, bu işlərə müraciət eləmək üçün özəl dəstək də istəyirsinizsə də, yenə də kanala daxil olub baxa bilərsiniz əlaqə vasitəsinə. Deməli, yoldaşlar, razval və balans işində tələbəyə ehtiyac var. Əgər aranızda 18 yaşdan aşağı olmayan şəxs varsa və bir sənət öyrənmək istəyirsə, baxın, razval və balans işini sizə öyrədə bilən bir şəxs var. Baxın, belə bir işə müraciət edə bilərsiniz. King Master'dədir. Sonra, baxın, bu iş vardı, bu artıq tutulubdur. Mebel ustası köməkçi işidir. Zabratdaydır. Günə 30 manat verirdi, bu artıq tutulubdur. Sonra kargüzar işi var. Normalda kargüzardan çox şey tələb olunur, amma bu şirkətdə kargüzardan demək olar heç nə tələb olunmur. 500 manatlıq bir işdir. 25-40 yaşlı şəxslər üçündür. Əsas tələblər nədir? Mükəmməl səviyyədə Excel və Office proqramlarını bilir. Vəssalam. Analitik düşüncəniz olsun, sərbəst qərar vermə bacarığınız olsun. Buna əvvəl satıcı köməkçisi işi var yoldaşlar. 450 manatlıq bir işdir. Bu mebel mağazasında lazımdır. Saat 9-un yarısından 8-ə kimidir. Mərdəkandadır. O aralərdə yaşayırsınızsa sizə sərf eləyə bilər. Bundan əlavə reception işi var yoldaşlar yenə. Bu 800 manatlıq bir işdir. 21-36 yaşlı şəxslər üçündür. Xətai metros tərəfdədir iş. SOP standartlarına uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərməlisiniz. Sonra reception işi başqa bir yerdə də var idi, az şərtli. O da artıq tutulubdur. 600 manatlıq idi. Qaraqərəvdə idi. Belə işlər əlbəttə ki, sürətli şəkildə tutulur. Baxın, növbəti biri var. Ambardar köməkçisi, o da artıq tutulubdur. Az şərtli bir iş idi o da. Sonra, reception işi başqa bir yerdə var. 500 manatlıq yoldaşlar, İçəri şəhərdə yerləşən otelə lazımdır, gecə növbəsinə. Rus dilini bilirsinizsə, baxın, bu işə müraciət edə bilərsiniz. Əlavə olaraq da bonuslar da verilir. Əməqçisi də 400-500 manatdır. Sonra, skuterlərin yerləşdirilməsi üzrə sahə işçiliyə ehtiyac var jet sharingdə. Bu sizdən nə tələb edir? Tələb edir ki, əsas Android ilə işləyən telefonunuz olsun, yəni iPhone olmasın və Azərbaycan Rus dilini bilin. Əməqçisi də 700 manat. Sonra, satın alma üzrə assistentə ehtiyac var. Neft kompaniyasında 834 manat pul verir. Bu sizdən əsas tələbi nədir? Ali təhsiliniz olsun. Sonra, İngilis dilini bilin. Office proqramlarını bilin. Ciddi şeylər tələb eləmirlər fikir verirsiniz. Şəxsi keyfiyyətlərə bəzi şirkətlərdə daha çox ağırlıq verilir. Sonra, ideal tip şirkətində operator işi var yoldaşlar Nərimanov rayonunda. Bu sizdən ümumi olaraq bir illik iş təcrübəsi tələb eləyir. İşi də öyrədirlər, narahat olmayın. Heç olmasa orta ixtisasınız olmalıdır. Yəni, kollec və yaxud da texnik bitirmiş olmalısınız. Reception işinin Cəlalı Tədris Mərkəzində var. 25 illik təcrübə ilə tanınan bir tədris mərkəzidir. 22-35 yaşlı şəxslər üçündür. Orta ixtisasınız varsa, fərq eləmir xanım sizə bu işə də müraciət edə bilərsiniz.
Sonra imtahan koordinatoru ki var Ruf Academic Training'də yoldaşlar. Bu sizdən əsas tələblər nədir? Bu ən ağır, belə deyim, ən əsas kriter nədir? Burada iş saatları iş rejimindədir, incə məqam. İmtahanların keçirilmə vaxtları hər an dəyişə bilər, belə deyim. Ona görə də siz elastik iş saatlarına uyğunlaşmaq bacaran bir şəxs olmalısınız. Əgər sizdə elə bir iş imkanı varsa, misal üçün, bu adətən kimlərə sərf eləyə bilər? İkinci bir işi olmayan, daha doğrusu heç bir yerdə işləməyən. Yəni, ikinci bir işiniz varsa, bu sizə sərf eləməz. Çünki burada hər an sizi işə dəvət edə bilərlər, çağıra bilərlər, hər an imtahan ola bilər. Ona görə elastik vaxtınız olmalıdır. Misal üçün, uşağı bağçaya aparıb gətirmək kimi hər gün vacib bir vəzifə öhdəliyi olan varsa aranızda, siz misal üçün onu bacara bilmərsiniz, yəni sizdən də başqası götürə bilmərsə, siz o işə müraciət eləməməlisiniz. Çünki hər an sizi çağıra bilərlər ki, gəlin imtahandır, imtahanda koordinatorluq eləyin. Ven qrupda çağrı mərkəzi operatoru işi var yoldaşlar. Bu xanımlar üçündür. Baxın, belə bir işdir, fiks maaş verir, bonus verir, premiya verir. Ciddi bir tələb yoxdur. Azərbaycan dilində sənis danışın. Aktiv və ünsiyyətçi olun. Demək olar, heç nə tələb eləmir sizdən. Daxili audit xidmətinin ikisi mütəxəssisi var yoldaşlar. Mega həyat sığortada. Bu sizdən nə tələb eləyir? Tələb eləyir ki, ali təhsiliniz olsun. Office proqramı, Word, Excel-i sərbəst bilin. Belə bir şey tələb eləyir. Bir də şəxsi keyfiyyətlər, şəxsi və işgüzar keyfiyyətləriniz istəyirlər olsun. Sonra reception işi Aral Auto da var yoldaşlar. 800 manatlıq bir işdir. 18-30 yaşlı şəxslər üçündür. Heydər Əliyev 115-dədir. Bu sizdən tələb edir. Heç olmasa orta ixtisas təhsiliniz olsun. Oxşar sahədə ən azı bir illik iş təcrübəniz varsa, daha rəqabətçi olursunuz, arzulundandır. Amma əsas tələbi təcrübədən əlavə, təcrübə daxil deyil daha doğrusu. Office proqramlarında işləmə bacarığınız olmalıdır və komandada işləmə bacarığınız olmalıdır. Güləriz, nəzakətli və məsuliyyətli bir şəxs olmalısınız. Bundan əlavə yoldaşlar, bunun yaşını mən sizə dedim. Bəli, 18-30 yaşlı uşaqlar üçün idi. Sonra reception işi yoldaşlar 400 manatlıq var sahil qəsəbəsində. Qaradağda yaşayırsınızsa, baxın, bu da demək olar heç nə tələb eləmirsinizsə. Bax, bu işə müraciət edə bilərsiniz. Reciprocative marketingdədir. Lövhatan qəsəbəsində olmalıdır bu. İki dənə yerdə olmalıdır bu. Həm Lövhatanda, həm də sahildə. Ya da ikisi də burada texniki hesab eləyə bilərlər. Əsas məsələ 18-35 yaşlı bir xanım olun. Belə bir şəxsizsə, bu işə müraciət edə bilərsiniz. Sonra reception işi Alisonda var yoldaşlar. Bu 18-30 yaşlı şəxslər üçündür. Tələblər nədir? 2 dənə əsas tələbi var. Rus və ingilis dillərini danışıq səviyyəsində bilin. Və office proqramları ilə işləmə bacarığınız olsun. Sonra digital marketing intern işi var yoldaşlar. Bu Prodata şirkətindədir. Bunun tələbləri nədir? Bunun tələbləri budur ki, marağınız olsun ümumiyyətlə digital marketing və onlayn trendlərə və təməl anlayışlardan bilginiz olsun sosial media platformaları üzrə. İngilis dilini bilin, əsas məsələ. Sonra müəllim nəzarətçi iş var Samal School Azərbaycanda yoldaşlar. Bunun tələbi budur ki, 400 manatlıq bir işdir. Qeyd edim ki, bu 2 aylıq bir iş olmalıdır. 16 iyundan 29 avqusta qədər. Daha doğrusu 1 aylıq. Minimum 4 həftə işləməlisiniz. Bu şagirdlərlə işləmə təcrübəniz varsa, ingilis və ya rus dilindən birini B2 səviyyədə bilirsinizsə, baxın, belə bir iş var. Bu işə müraciət edə bilərsiniz. Qidalama və nəqliyyat da qarşılanır. Sertifikat da və referans məktubu da verilir sizə. Sonra növbəti sonuncu bir işi də bildirmək istəyirəm sizə. Bu artıq tutulubdur yoldaşlar. Bu nə işi idi? Bu bir dəqiqə. Bu dərzi işidir, amma fərqli dərzi işidir. Nə mənada fərqli? Bir dənə sizdən tələbi bu idi ki, düz tikişi bacarırsınızsa, siz işə götürə bilərdilər. İşi də öyrədirdilər. İşi də öyrəndikcə də maaşınız artıqcı idi. 450 manat idi, yəni.
İşi də öyrəndikcə bilirsiniz ki, dərzi iş ildə 1200 manat, 1500 manat qazanmaq olur, hətta daha çox da qazanmaq olur. Bunlar belə deyim, ən sonuncu az şərtdən işçi axtaran iş elanlarının bir qismidir. Mən tamamilə olaraq çalışıram ki, bu tipli iş elanlarını paylaşım, maarifləndirim sizi, xəbəriniz olsun ən əsası ki, baxın belə bir işlər var. Əgər siz təcili işə düzəlmək istəyirsinizsə, bu işlərdən belə deyim də tramplin olaraq istifadə edə bilərsiniz. Bu qədər. Sağ olun, salamat qalın. İşsiz qalmayın. Qeyd edim ki, bu tipli işləri mən mütəmadi olaraq paylaşıram. Ona görə də siz kanalı yoxlaya bilərsiniz ki, görün, bu video ola bilər sizin qarşınıza nə vaxt çıxıb bilmirəm. Mütəmadi olaraq kanalda bu tipli işlər mən çalışıram paylaşım.